Azərbaycan həm Avropa, həm də dünyanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malikdir. Xüsusilə də Avropada qaz təhlükəsizliyində Cənub qaz dəhlizi ilə etibarlı tərəfdaşlıq nümayiş elətdirir. Prezident İlham Əliyevin 13-cü Qlobal Bakı forumunda qeyd etdiyi kimi, Azərbaycan boru kəmərləri ilə ixrac edilən qazın həcminə və coğrafi əhatəsinə görə dünyada bir nömrəli ölkədir. Həmçinin prezident bildirib ki, hazırda ixracın həcmi artır və bu belə də davam edəcək. Beynəlxalq bazarlara etibarlı neft təchizatçısı kimi Azərbaycan enerji təhlükəsizliyinə öz töhfəsini davam etdirəcək. Azərbaycan bütün enerji segmentlərinin neft, qaz, neft məhsulları, neft kimya məhsulları və elektrik enerjisinin istehsalı və ixracı ilə məşğuldur. Bazarda tələb və tədarük coğrafiyasının genişlənməsi ilə bağlı biz ixracımızı, xüsusilə təbii qaz və elektrik enerjisinin ixracını artırmağı planlaşdırırıq. Keçən il düz bir il əvvəl görüşdüyümüz zaman bizdən qaz alan ölkələrin sayı 12 idi. Bu il ərzində bu göstərici 16-ya yüksəldi və onların hamısı Azərbaycandan qazı boru kəmərləri vasitəsilə alır. Beləliklə, boru kəmərləri vasitəsilə təbii qaz ixracatçısı kimi ölkələrin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. İxrac həcmi artmaqda davam edir və artacaq. Bu isə bir çox ölkə üçün enerji təhlükəsizliyi baxımından mühüm amildir. Azərbaycan beynəlxalq bazara etibarlı neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək. Azərbaycanın digər hədəflərindən biri ölkənin nəqliyyat potensialının inkişaf etdirilməsi və beynəlxalq nəqliyyat qovşağına çevrilməsidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan qazıntı yanacağı növlərinin satışından əldə etdiyi gəlirlər sayəsində nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırıb. Bu təşəbbüs Azərbaycanın beynəlxalq iqtisadi mövqeyini gücləndirir və onun strateji rolunu daha da artırır. Azərbaycanın orta dəhlizdəki fəal rolu regionun logistika və ticarət mərkəzinə çevrilməsinə, iqtisadi əməkdaşlığın dərinləşməsinə və ölkənin qlobal ticarət əlaqələrində əhəmiyyətinin artmasına böyük töhfə verir. Orta dəhlizin əhəmiyyəti son baş verən geopolitik proseslər fonunda daha da artıb. Xüsusən də şərqdən qərbə yük daşımaları istiqamətində Azərbaycanın yerləşdiyi coğrafiya mühüm əhəmiyyət kəsb edir. Ölkəmiz bunun fərqindədir və bu istiqamətdə də ciddi investisiyalar qoyub və bu prosesdə də o dəhlizlərin ötürücülük gücünü mövcud dövrün tələblərinə uyğunlaşdırmaq istiqamətində də investisiyaları davam elətdirir. Burada həm son investisiyalara baxanda həm Ələt limanının yük aşırma qabiliyyətinin artırılması, Bakı-Tiflis-Qars dəmir yolunun tam olaraq istifadəyə verilməsi, Zəngəzur dəhlizinin Azərbaycanda olan hissələrində, yəni Zəngilanın Ağbənd qəsəbəsinə qədər dəmir yolunun xəttinin çəkilməsi, Naxçıvanda dəmir yol xəttinin quraşdırılması, bu istiqamətdə yəni öz üzərinə düşən bütün istiqamətlərdə aktiv investisiya qoyur və işlərin tamamlanmasına çalışır. Azərbaycan hazırda regionda həm enerji təhlükəsizliyi və ixracı, həm də logistikal imkanları baxımından liderdir. İqtisadiyyatın daha da inkişaf etdirilməsi fonunda işlər isə davam etdirilir. Avropa ilə əldə ediləcək yeni razılaşmalar ilə Azərbaycan qoca qitənin mühüm tərəfdaşına çevrilə bilər.